Mətn işləyərkən bu hissələri səhv varsan, təbii ki, buraxılış balın az gələcək. Gəl indi mətnin bütün hissələrini 2 dəqiqəyə asanlıqla ayıraq və ona aid olan plan bəndlərini düzgün tapaq. 286-cı suala baxsaq, uyğunluğu müəyyən edin deyir. Giriş, əsas hissə, nəticə. Bu hissələr bilirik ki, mətnin tərkib hissələridir. Ümumiyyətlə, hər bir mətnin hissələri var. Və bunlar giriş, əsas hissə və nəticə olmaqla 3 hissədən ibarətdir. Bəs biz giriş, əsas hissə və nəticə hissələri necə ayıra bilərik? Mətnimiz musiqi duhası Amade Mozart haqqındadır və biz giriş hissəni tapmaq üçün birinci abzasa nəzər yetiririk. Birinci abzas 99% mətnlərdə giriş hissədir. Daha sonra sonuncu abzasa baxırıq. Sonuncu abzas nəticə, yəni sonluq hissə olur. Birinci və sonuncu abzasın arasında qalan bütün hissələr, bütün abzaslar isə əsas hissəyə aid olur. Birinci abzası diqqətlə oxuyuruq və görək nədən danışır. 18-ci əsrdə Avstriyanın əyalət şəhəri Zalsburgda saray skripkaçısı Mozartın ailəsində qəribə bir uşaq böyüyür. 4 yaşlı oğlan musiqi əsərlərini bəzi yaşlı musiqiçilərin müvəffəq ola bilmədikləri məharətlə ifa edirdi. Nədən danışılır? Bir uşaq doğulur, böyüyür və onun istedadlı olmasından danışır. 286-cı sualımızda baxsaq giriş hissədə birə uyğundur, az yaşlının qeyri-adi bacarığı. 2-yə B və C uyğun olacaq və 3-ə isə A, yəni nəticə hissədə arzu olunmayan bir sonluq. Bundan danışılır. Düzgün cavabımız A variantı olur. Bunları daha asan necə ayırarıq? Deyilir ki, giriş hissə bir abzasdan ibarət olur, nəticə hissə də bir abzasdan ibarət olur. O zaman giriş və nəticə hissəni dəqiqliklə tapsaq, digər hissələr isə əsas hissə olmuş olur. Bu cür videoların davamı istəyirsinizsə, YouTube kanalıma abunə olursunuz, bildirişləri açıq saxlayırsınız, videonu bəyənməyi, paylaşmağı və videoya uyğun şərh yazmağı unutmursunuz.